Üzünüzdəki sanağı sıxmaq sizi rahatlada bilər, amma bu problemi daha da ağırlaşdırır. Məsələn, sanağın içindəki iltihab onu sıxdığınız zaman yayılır. Bu da daha böyük, ağrılı və yeni sanaqlar yaradır. Bundan başqa sanağı sıxdığınız yer yara kimi qalır və gec sağalır. Sağaldıqdan sonra isə ləkəsi aylarla üzünüzdə qala bilir. Mən hələ yaranan çapıq izlərindən danışmıram. Üzünüzdəki sanaq probleminin önünə keçmək istəyirsinizsə, ilk atacağınız addım üzünüzü doğru təmizləməkdir. Özəlliklə günəş kremindən sonra üzü yaxşı təmizləmədikdə bu dərialtı səpkilərə səbəb olur. 2 mərhələli üz təmizləməsi burada çox önəmlidir, amma hidrofil yağla yox. Çünki bu yağlar yaxşı təmizlənmədikdə dəri altında qalıb səpkilərə səbəb olur. Həmçinin bu yağlar dəri altında olan Demodex kənəllərinin çoxalmasına da səbəb olur. Mənim isə sizə tövsiyəm üzünüzü 2 dəfə misellar su ilə sildikdən sonra Nutrisensitiv üz yuma geli ilə yuyun. Niyə bu gel? Çünki tərkibi ilk növbədə təbiidir və su əsaslıdır. Yəni ağır bir teksturası yoxdur. Tərkibində cəfəri, dəfnə yarpağı ekstratı və sakitləşdirici maddə olan pantenol var. Özəlliklə həssas dərisi olan üzlər üçün bu məhsul daha uyğundur. Çünki dərini yumşaq şəkildə təmizləyir, üzü qurutmur, sanaqlara qarşı təsir göstərir və dərinizdə sakitləşdirir. Üstəlik tərkibində dərinizə zərər verən silikon və paraben tipli maddələr də yoxdur. Nutrisensitiv üz yuma gelini Nutriko.az saytı, Instagram və Facebook səhifələrindən, həmçinin açıqlama bölümündə qeyd etdiyim əlaqə nömrəsi ilə sifariş verə bilərsiniz. Çatdırılması var. Əlavə suallarınız yaranarsa şərhə yaza bilərsiniz.